Finlandiya 39-cu ildən 45-ci ilə qədər 4 dəfə Stalinin çənəsinin altından ağır zərbə vuraraq Rusiya hərb maşınını məğlub edib. 4 dəfə müqavimət göstərib. Tamaşaçılarımızdan ən böyüyü də bilirsiniz qış müharibəsidir, Şimal müharibəsi və orada Sovet İmperiyası 500 min əskər personal itirmişdi. Noyabrdan marta qədər 500 min nə deməkdir? 39-cu ilin noyabrından 40-cı ilin martına qədər. 500 min personal itirmişdi. Finlandiyanın eni boyu nə boyda idi ki? Həmin dövrdə əhalisi də bir şey deyildi. Bunları Finlandiya yaşayıb deyə, Finlandiya dərhal bilir ki, Rusun xasiyyətinə bələddir. Rusun hərbi, siyasi, tarixi, bütün parametrlərinə və göstəricilərinə bələddir. Alqoritmlər var onda, tarixi yaddaşı da var, qan yaddaşı da var. O meşələrdə, o qarlı, çoğunlu yerlərin hamısında Rus əskəri həm ölüb, həm gəbərib, həm də ki, orada əsir düşüb. Bunları Finlandlar gözəl bilir. O Finlər dərhal səfərbər olur. Hansı dövlətlər ki, Avropa dövlətləri Rus işğalına məruz qalmayıb, onlar çox da narahat olmurlar, özlərini narahat göstərmirlər, rahat hiss edirlər. Burada məsələnin bu tarixi aspekti də var. NATO tərkibində yeknəsək deyil baxış. Bilirsiniz niyə? Hər kəs Rusiyanı tanımır. Bəli, hər kəs Rusiyanı tanımır, bəli. Ay sağ olun. Və Rusiya ilə tarixi keçmişdə bu və ya digər şəkildə qarşılaşmış dövlətlər var, qarşılaşmamış dövlətlər var. Amma istənilən halda NATO yaranma səbəbini biz gəlin xatırlayaq. İkinci Dünya müharibəsindən sonra Sovet İmperiyasından, şərq cinahından gələcək bütün hücumların qarşısını almaq üçün müdafiə məqsədi ilə yaradılmışdı. NATO heç vaxt tarixində yaradıldığından bu tərəfə savaşa girməyib demək olar ki. Bir Kosovoda savaşa girmişdi, bir də koalisiya qüvvələri çərçivəsində Əfqanistanda, İraqda əməliyyatlar aparmışdı. Belə iri həcmli savaş heç vaxt gözlənilmirdi. Keçən il NATO 22 yanvardan 24-cü ilin 22 yanvardan 31 mayına qədər presidentsiz, yəni tarixdə misli olmayan, öz tarixində misli olmayan bir hərbi təlimlər keçdi. Həmin dövrdə xatırlayırsınız NATO 4 ay təlim keçdi və onun mənasını da belə qoymuşdular, açıqlaması. Artıq biz 70 ildən çoxdur ki, rifah və təhlükəsizlik şəraitində, çətiri altında öz xalqlarımızı qoruyuruq. Orada da 1 milyarddan çox insan var. Həmin o çətirin altında. Onların çox zəngin demək, informasiya kəşfiyyat məlumatları var. Yəni, baş verəcək hadisələr, Avropadakı hərəkətlənmələr haqqında. Onların çox zəngin hərbi sənaye kompleksləri var. Onların çox zəngin maliyyə strukturları var, bankları var. Yəni, savaş üçün nə lazımdır, hamısını deyirəm. Tamaşaçımız bilsin ki, Rusiya propagandası gecə-gündüz NATO-nu lağa qoyur. Yəni, NATO ilə, hətta bəzən biraz dirəli gedərək qəşş eləyir, o şairanə demiş, qəşş eləyib deyirlər ki, NATO ilə savaşır Rusiya. Yəni, belə bir absurd fikirlər səsləndirirlər. O sözü deyən, mən sıravi tamaşaçıları qoyuram kənara, Heydər bəy. O sözü ekspertlərin içində deyənlər var ki, Rusiya NATO ilə savaşır. Bu adamın nə qədər savadı azdır ki, bu hələ bilmir NATO nədir. Ümumiyyətlə, savaş, NATO ilə Rusiyanın savaşı necədir? Necə ola bilər? Hələ NATO heç prosesə qoşulmur. Neçə saat çəkə bilər, neçə gün çəkə bilər? Və onun potensialı nədir, NATO'nun potensialı nədir? Bütün bunların hamısını deyərkən biz qayıtmalıyıq. NATO yarandığı gündən bu günə bu qədər təhlükəsizlik və həyəcan siqnalı verməmişdi öz ölkələrinə. Bilirsiniz, bugün artıq Virginia ştatında, yeri gəlmişkən onu da deyək, tamaşaçılarımız bilsin, Amerika Birləşmiş Ştatlarının dünyada, qlobusun üzərində hərbi bazalarında olan 800 generalı çağırılıb Virginia ştatına. Onlarla birlikdə məsləhətçilər, ümumilikdə 1000 nəfər Virginia'ya gəlib, müdafiə sekretəri var, Pete Hegseth, onunla görüş keçirəcəklər və gündəlik tamamilə məxfidir. Nə üzrə danışacaqlar? Bütün qlobusda olan generalları çağırmağa başlayıb general. Bu, belə bir şey olmamışdı Amerika tarixində. Və bunları biz adını çəkərkən, hərbi sənaye maşınının oyanması, bilirsiniz, yeni silah korporasiyaları, yeni silah şirkətləri yaranıb və bunlar dövlət sifarişləri almağa başlayıblar. Xüsusilə Ukrayna üçün lazım olan, az öncə dediyimiz Pearl proqramına aid olan silahların bir an öncə istehsal olunub Ukrayna ötürülməsi məsələsi var. Bunların içində
daxil Almaniyanı nəzərdən keçirmək lazımdır. Bilirsiniz, Almaniya tarixi etibarilə hər zaman savaşçıl keçmişə malikdir. Və orada olan hərbi sənaye kompleksinin yenidən oyanması böyük bir bədheybətin, monstrun oyanması deməkdir. Və o monster bu dəfə oyanarsa, bilirsiniz artıq Porsche, mən keçən dəfə də bunu dedim, Porsche artıq hərbi təyinatlı məhsullar istehsal etməyə başlayıb. Porsche'nin zavodu, bilirsiniz o mülki avtomobillər istehsal edirdi. Hərbi təyinatlı vasitələr istehsal etməyə başlayırsa, bu bir siqnaldır. İndi siz sual verirsiniz ki, belə bir həyasız hərəkətlər edir Rusiya tərəfi, dronlar göndərir 20 dəqiqə, 30 dəqiqə, hərlənirlər NATO'nun səmasında. NATO birbaşa mı müdaxilə edəcək, yoxsa Ukrayna dəstək verməklə Rusiyanın payını verəcək? Onlar mərhələli şəkildə hərəkət edirlər, ənənəvi olaraq. Əvvəl çalışırlar, baxırlar, hansısa bir variant varsa, alternativ və daha ucuz başa gələn və daha məqsədə uyğun, effektiv, tez bir şəkildə. Bilirsiniz, orada bir bürokratiya əngəlləri var NATO çərçivəsində. Hər hansı bir qərarı vermək o qədər də asan deyil. Amma bir cəbhə də var, vahid düşərgə də var, Türkiyə də daxildir, yeri gəlmişkən orada. Türkiyə daxil, verilən qərarların icrası var, onlara uymaq var. Bilirsiniz, Türkiyə artıq getdikcə Rusiyadan aralaşır. Bunlar xəbərlərdən biz oxuyuruq və görürük ki, Türkiyədə həmin o vahid mərkəzdən verilən qərarlar ki var NATO çərçivəsi daxilində, buna uymaq strategiyasını və yolunu seçib. Türkiyə NATO üzvüdür, NATO müttəfiqidir, Amerika Birləşmiş Ştatlarının əsas tərəfdaşlarından biridir. Bunlar hamısı gözlə görünən bir proseslərdir, amma bir də bunun arxasında gözlə görünə bilməyən və bəzən də olduğu kimi qəbul edilən və görülən bir proses də var. Bu da ara bir müxtəlif siyasətçilərin səsləndirmiş olduğu bəyanatlar da, hadisələr də bu istiqamətdə bir qədər çaşqınlıq yaradır. Elə insanlarımız var, təbii ki, bu insanları təbii ki, auditoriyamız içərisində belə deyək, tamamilə bu səslənən fikirləri aydın şəkildə başa düşə bilmirlər. Söhbət nədən gedir? Yəni bu biraz çaşqınlıq yaradır. Mən Dövlət Baxçalının çıxışına qayıtmaq istəyirəm. Burada Rusiya və Çin ittifaqından biraz bəhs oldu. Düz mövzumuzdan haşiyə çıxmaq, kənara çıxmaq kimi görünməsə, yəni siz qeyd etdiniz ki, NATO bloku Türkiyədə bu proseslər içərisindədir. Türkiyə bu proseslər içərisində var, yəni tarixən də olub, NATO'nun üzvüdür. Amma indiki belə bir məqamda Dövlət Baxçalının bu çıxış etməsi bir qədər Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı proseslərdə Türkiyənin əlini gücləndirmək, bir təzyiq aləti kimi göründü. Sizcə təkcə bundan mı ibarət, yoxsa Dövlət Baxçalı əslində tamam başqa bir ilhamlar da vurmaq istəyir? Bilirsiniz, Türkiyə daxilində tək Dövlət bəyin deyil, əvvəlki dövrlərdə bəzi siyasətçilərin də belə fikirləri olub ki, ümumiyyətlə gəlin NATO'dan çıxaq. Amma bu heç vaxt reallaşmayıb. Ümumiyyətlə bu kimi ritorika Türkiyədə hər zaman davamlı şəkildə səslənib, heç vaxt da ciddiyə alınmayıb NATO tərkibində. Xüsusilə Vaşinqtonda belə şeyləri, bu çıxışları şantaj üsulu kimi görürlər. Yəni Türkiyə içərisindəki siyasətçilər bu fikirləri deyəndən sonra həmişə Türkiyə ilə hansısa bir razılaşmalar olur. Yəni Türkiyənin xeyrinə hansısa bir gedişlər olur, jestlər olur. Və ümumiyyətlə Türkiyədə NATO'nun çətiri altından çıxmaq kimi belə bir plan yoxdur. Və ümumiyyətlə aktual deyil. Belə fikirlər səsləndirə bilərsən ki, mən İndoneziya, Avstraliya, Türkiyə birlikdə bir qurum yaratmaq istəyirəm. Braziliya, demək, Argentina, Türkiyə. Belə fikirlər səsləndirə bilərsən, azadsan. Amma dövrün reallıqları var. Türkiyənin özünün geostrateji yeri var. Türkiyənin özünün geostrateji yeri işıqlı dünyanın yanındadır. Sivil dünyanın yanındadır. O dövrdə biz gəlin xatırlayaq, Türkiyə NATO'ya necə girmişdi? Türkiyə NATO'ya Qərb və Şərq blokunun çəkişməsi fonunda yaranan strateji ehtiyaca əsasən NATO'ya qoşulmuşdu. Həmin dövrdə Türkiyə öz qoşunlarını Koreyaya göndərdi və bu jestin qarşılığında onu NATO'ya aldılar və Rusiyanın Sovet imperiyasının düz çənəsinin altından dartıb apardılar Türkiyə Cumhuriyyətini. Halbuki Türkiyənin daxilində kommunist inqilabı etmək istəyirdi həmin dövrdə. Xatırlayırsınız Rusiya. 52-ci ildən bu yana dəyişən heç nə yoxdur. Vəziyyət həmin vəziyyətdir. Və Türkiyədə axşam düşəndə hər kəs öz evinə gedir, demək, misalı hərəkət edir. Ola bilər bugün səndən S-400 alır. Ola bilər hansısa bir ticari razılaşır. Çünki Türkiyə NATO'nun cənub cinahının kralıdır. Və özünün üzərinə düşən NATO çərçivəsində öhdəlikləri var. Biz bunu deyəndə bəziləri savadsızlıqdan və təkəbbürdən bunu yanlış anlayırlar. Türkiyə qoşulduğu blok etibarilə öhdəlik götürüb üzərinə və Türkiyənin ərazisində NATO'nun bazaları var, Amerika Birləşmiş Ştatlarının hərbi hissələri var
Və bunlar Türkiyənin həmin bu coğrafiyasından irəli gələrək Qafqaz, Balkanlar, Qaradəniz, Yaxın Orta Şərq kimi bölgələrə, Mərkəzi Asiya, indi biz ona Türkistan deyirik. Bütün bu bölgələrə Türkiyənin üzərinə götürdüyü öhdəlikdən irəli gələn, gündəlikdən irəli gələn addımları və proqramları həyata keçirməkdən ibarətdir. Və biz bunu dəfələrlə deyirik. Bəzi adamlar elə bilir ki, Türkiyə özünün əlahiddə proqramı ilə hərəkət edir. Belə bir şey yoxdur. Biz sizlə təsəvvür edin, yol gedirik, bir blok yaratmışıq. Sonra mən özüm bildiyim kimi edirəm, siz də özünüz bildiyiniz kimi. Belə bir blok yoxdur. Xüsusilə ilin günün bu vaxtında Rusiya hərbi maşını tək deyil, bilirsiniz, işğal oxu var, İran var, Şimali Koreya var. Sən Türkiyəni necə zavallı günə salmaq istəyirsən ki, aparıb Rusiya üçün Türkiyə birlikdə hansı blokdan söhbət gedə bilər? Ağıl almaz şeylərdir bunlar, ideyalardır. Qayıdıram sizin o sualınıza ki, NATO məsələnin Ukrayna tərəfindən görürsünüz, həmin o hava pozulandan sonra dərhal Ukraynaya yeni silahların verilməsi işə düşdü və Ukraynaya icazə verildi ki, Rusiyanın dərinliklərində uzaq mənzilli raketlərlə istifadə etsin. Hətta Tomahawkların gəlməsi belə xəbəri yayıldı. Düzdür, o dəniz tipli raketdir. İndi mən hərbi ekspert deyiləm. Tamaşaçımıza məlumat olsun ki, onlar dənizdən atılır. Belə bir Ukraynanın gəmiləri yoxdur, amma ona əvəz edən qurğular olur quruda və o qurğuların verilməsi məsələsi gündəmdədir. Ki, Tomahawk'ı təyyarə ilə, qırıcı təyyarə ilə, döyüş təyyarəsi ilə atmaq mümkün deyil. Taurus'u verilməsi, Atakamsların yenidən verilməsi. Bilirsiniz, Atakamslar veriləndən sonra, icazə veriləndən sonra bu bir neçə ay ərzində dayandırılmışdı, icazə verilmirdi. Belə savaş mı olar, Heydər bəy? Deyirlər, Ukraynanı həll eləyər Rusiya. Birinci eləyə bilmir. Ukrayna bir əli, bir qolu bağlı boksör kimi döyüşür. Yəni tam imkanlar gah verilir atmağa, gah icazə verilmir, gah bu silahdan istifadə eləmə, gah buranı vurma. Belə döyüş mü olar? Rusiyanın əlində olan imkanların 10%-i Ukraynanın özündə olsaydı, onun onurğasını qırmışdı. Rusiyanın onurğasını çoxdan qırmışdı. Bundan əlavə, yeri gəlmişkən bunu da deyim. Avropada və Amerikada kəşfiyyatçıların verdiyi, kəşfiyyat camiyyəsinin verdiyi məlumatlar, onların açıqlamaları dəhşətə gətirir adam. Bilirsiniz nə deyirlər? Ukraynada savaş başlayandan bu yana hardasa bir 5-6 ay keçmiş. Bilirsiniz, sürətlə getdi, Xersonu götürdü, atdı Rusların ordularını, Kiyevdən çıxartdı, bəzi yerlər 50%-ni geri aldı da. Yəni 22-ci ildən bu yana işğal olunmuş torpaqların 50%-ni qısa zamanda geri aldı. Nikolayevdən çıxartdı, Xarkovdan çıxartdı. Onlar deyirlər ki, qərbdəki ekspertlər, biz deyir, overestimate sözü var onlar, həddən artıq qiymətləndirmək məsələsi. Deyir, biz overestimate eləmişdik Rusiyanın hərbi potensialını. Yəni, deyir, biz düşünürdük ki, Rusiya həqiqətən 3 günə Ukraynanı işğal edəcək. Sən demə, onları narahat edən bilirsiniz nə oldu? Ukraynanın bu qədər güclü şəkildə müqavimət göstərməsi və Rusiyanı sürətli şəkildə qovması. Onlar proqram başqa cür idi axı. Savaş illərlə davam etməlidir. Bugün savaş niyə illərlə davam edir, Heydər bəy? Ukraynaya lazımi vəsaitlər verilmir, lazımi silahlar verilmir, lazımi həcmdə verilmir, limitsiz olmalıdır. O vaxt necə ki, Prezident Roosevelt deyir, Lend-Lease, özdə limitless, yəni limitsiz şəkildə silahlar verilməlidir, özdə davamlı şəkildə qatarlar gəlməlidir, gəmilər gəlməlidir, paromlar gəlməlidir, gətirməlidirlər və bu Avropada savaşı ancaq bu şəkildə durdurmaq olur. 45-ci ildəki hadisələr, yəni 2-ci Dünya müharibəsindəki hadisələri görür, bilir hər kəs orada. Yəni yenə gəlir o konservatorların baxış bucağına. Burada Ukraynaları silahlandırıb məsələni həll etmək varkən faşistin aqressiyanın qarşısını ancaq bu yolla kəsmək. NATO'nun özünün savaşa girməsinə ehtiyac qalmır belə olan halda. Hə, biz bunun proqnozunu vermişik. NATO'nun bu məsələyə əlaqədar etmək məsələsi var. Amma çoxmillətli qoşunların Ukraynanın ərazisinə gəlməsi o zaman başlaya bilər ki, Ukrayna cəbhədə xeyli şəkildə yarıb Rusiyanı geri atacaq, öz sərhədlərinə çıxacaq. Həmin dövrdə çoxmillətli qoşunların, hətta mən bunu proqnozlaşdırıram ki, Moskva ərazisinə getməsi sonda, yəni savaşın sonunda, oradakı o rejimi devrilməsi və Moskva ərazisində çoxmillətli qoşunların uzun müddət qalması məsələsi var. Heydər bəy, bütün bunlar hamısı NATO'nun
və ümumiyyətlə o qərb dünyasının plan və proqramına və həmçinin gündəliyinə uyğun olan addımlardır. Bunlar mənim təxminlərimdir. Belə olmaya da bilər, yanlış da edə bilərəm, mən peyğəmbər deyiləm. Amma mən bunu proqnozlaşdırıram ki, belə olacaq. Senarilərdən biri də budur.